Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün çox dadlı, ləzzətli şəki usulü tovuq çığırtması hazırlayacağım. Əminəm ki, siz də mənim bu reseptimi çox bəyənəcəksiniz. Tovuq çığırtmasını bişirmək üçün kənd tovuğundan istifadə etmək lazımdır. Toyuğu hissələrə bölürəm. Yaxşıca yuduqdan sonra qazanın içərisinə əlavə edirəm. Üzərini örtəcək qədər su töküb ocağın üzərinə qaynamağa qoyuram. Qaynağa düşən zaman üzərinə gələn köpüyü tamamilə yığıram. Köpüğünü yığdıktan sonra qazanın içərisinə bir baş doğranmış soğan, biraz sarı kök, eləcə də duz əlavə edirəm. Ərzaqları qarışdırıram və qazanın qapağını örtüb beləcə toyuq bişənə qədər vam odda qaynadıram. Toyuq yaxşı bişdikdən sonra kənarda 3 ədəd yumurtanın üzərinə biraz duz əlavə edib qarışdırıram. Tavanın içərisinə yağ tökürəm. Yağ qızdıqdan sonra yumurtanı tavanın içərisinə əlavə edib qayğanaq bişirirəm. Bir üzü qızardıqdan sonra çevirirəm ki, digər üzü də qızarsın. Daha sonra qayğanağı kiçik hissələrə bölürəm və tavadan yığıram. Daha sonra toyuq ətlərini sudan çıxarıb tavanın içərisində qızardıram. Kənarda toyuq suyunu süzürəm. İçərisində olan iri soğanları əzirəm. Daha sonra əzdiyim soğanları da suyun içərisinə əlavə edirəm.
Toyuq ətinin hər iki tərəfini yaxşıca qızardıram. Daha sonra isə toyuq suyunu qızarmış toyuq ətlərinin üzərinə yenidən əlavə edirəm. İçərisinə biraz zəfəran tökürəm. Yarım limonun suyunu sıxıram. Limon suyunu turşu ilə də əvəz edə bilərsiniz, alça turşusu ilə. Bişirdiyim qayğanaqları da qazanın içərisinə əlavə edib, beləcə 5-10 dəqiqə vam odda bişirirəm. Duzu az olarsa, duz da əlavə edə bilərsiniz. Bu yeməyə əsasən plovla süfrəyə təqdim edilir. Çörəklə də, plovla da yeyə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.